bugünkü sessiyası başladı və 6 ildir artıq bu assambleya rəhbərlik edən Türkiyə nümayəndə heyəti rəsmi şəkildə sədrliyi Azərbaycana təhvil verdi və bu o deməkdir ki, gələcək 2 il müddətində Azərbaycan məhz Asiya Parlament Assambleyasına rəhbərlik edəcək və hazırda da mənim bir qonağım var və Əminə Ağazadə Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri. Salam Əminə xanım, necəsiz? Salam, çox sağ olun, təşəkkür ederim. Ümumiyyətlə, bu tədbirin Azərbaycana verilməsi və sədrlikdən Azərbaycana keçməsi bizim üçün və Azərbaycan üçün nə deməkdir? Xatırlatmaq istərdim ki, 2023-cü ilin noyabr ayında Türkiyənin Antalya şəhərində APA'nın İcra Edici Şurasının iclası zamanı Azərbaycan sədrliyi təsdiqlənmişdir və bugün qeyd etdiyiniz kimi artıq Türkiyə tərəfindən Azərbaycana səlahiyyətlərin ötürülməsinin rəsmi törəni həyata keçirildi və Azərbaycanın Asiya Parlament Assambleyasına 2024-2025-ci illərdə sədr seçilməsi ilk növbədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dünyaya nümayiş etdirdiyi qlobal məsuliyyətli mövqeyin, Azərbaycanın qoşulmama hərəkatında aktivliyi və bu təşkilata verdiyi töhfələrin məntiqi nəticəsidir. Eyni zamanda bu həmçinin parlament diplomatiyasının uğurlu aparılmasının da bariz nümunəsidir. Çünki Azərbaycan Respublikasının Milli Məclisi Asiya Parlament üzv ölkələrinin hər biri ilə ayrılıqda əməkdaşlıq həyata keçirir və mən ümid edirəm ki, 2024-2025-ci illərdə Azərbaycanın sədrliyi zamanı Asiya Parlament Assambleyası islahatlar keçiriləcək, güclənəcək və inkişaf edəcək. Və bir məqam da var, bundan ibarətdir ki, hal-hazırda dünyada texniki, iqtisadi, elmi güclər Asiyada formalaşdırmaqdadır və hesab edirəm ki, bu zamanda Azərbaycanın bu platformaya rəhbərlik etməsi çox böyük bir uğurdur. Çox təşəkkür edirik sizə.